Hey millət, kanalıma xoş gəldiniz. Çoxdandır video çəkmirəm. Paylaşdığım short videolarından belə başa düşülür ki, mən hamiləyəm. Bugün sizlə paylaşmaq istəyirəm ki, uşağım üçün, gələcək uşağım üçün Temudan nələr almışam, nələri bəyənirəm, nələri yox. Bir növ kargo açılım videosu. Bax belə belə böyük bir kargomuz var. Aman tanrım. Bir də iki hissədən ibarətdir. Bir də belə. Bir dənə orada bir şey var, onu da göstərəcəm. Qalanlarını Rossmanndan falan filan aldıqlarımı da göstərəcəm. Amma indi sırf Temu kargo açılışı eləmək istəyirəm. Saçlarım da həmişə qəşəng olur, indi pisdir. Nəysə, onda elə birinci o balaca qutuda gələnləri göstərim. Sonra keçək o böyük qutuya. O mənə də maraqlıdır. Çünki elə belə üstdən baxmışam, amma hamısını bir-bir açıb incələməmişəm. Belə, birinci budur. Bu, uşaq arabasını təkərlərinə taxmaq üçündür. Bunu keçən dəfə bir qız deməli, arabanı çölə çıxardanda taxır. Amma məncə elə düzgün deyil. Çöldə arabanı gəzdirdin, qayıdıb gəldin içəridə, qapıdan girəndə bunları taxırsan. Dəst şəklində almışam, alanda fikir verin. Orada ikili ayrı-ayrı da satılır. Bu, böyük təkərlər üçün 2 dənə, bu da balaca təkərlər üçün 2 dənə. İkinci aldığım budur. Buna çox da şey eləmirəm, bilmirəm, yəni bunun içinə uşağın əmziyini qoyaram ya yox. Amma əmziyi qabına qoyub bunun içinə qoya bilərəm. Çünki əslində elə çox qoxusu yoxdur, amma ki yenə də adam biraz tərəddüd eləyir. Belə uşaq arabasından asırsınız və içərisinə əmzik, açar, bu tip şeyləri qoya bilərsiniz. Bir dəqiqə, belə təngi nəfəs oluram danışan. Sonra burada getdim Sədrəyə və müslin parçalar axtardım ki, qəşəng özüm maşın almışam, tikiş maşını və orada qəşəng şəkilli uşağa nələrsə tikim. Bilirsiniz ki, son dövrlər, yəni bilmirəm mən indi hamiləyəm deyə indi fərqindəyəm, amma məncə bu son dövrlərdir ki, müslin parçalardan çox istifadə olunur və müslin parçalar tövsiyə olunur. Ona görə getdim Sədrəyə parça alam. Tapmadım. Temuda gördüm ki, rəngarəng qəşəkləri var. Sədrəkdən aldığım bir rəngdir. Bunlar isə rəngarəngdir. Belə 4 dənə. Belə baxın, kirpili, günə qəşəkdir. Sonra bunu çox sevdim mən. Bu əslində bəlkə də kiməsə xoşuna gəlməyə bilər. Amma ki, belə qeyri-adi gəlir də adama belə. Həm rəngi, həm şəkilləri. Sonra belə dovşanlı. Bunun rəngini əslində çox da sevmədim, amma indi hamısı da tam ürəyimizcə ola bilməz. Belə şey, dəniz temalı. Bir dənə də yenə də müslin. Biz avtosəbət almışıq. Maşınla harasa gedib uşağı aparanda, həm də xəstəxana çıxışı üçün. Deməli, avtosəbət üçün belə üstündən örtük. Bu hissələrini də bu hissələrini də belə cırt-cırtlayırsınız həmin avtosəbətin əl tutacaq hissəsinə. Və ən son bu biraz açıqda qalıbdır və qoxusu çəkilib. Amma belə dəsmal almışam filli. Uşağın başını keçirsən bura və belə. Həm qurulayana oxşamır, həm də dəhşətli pis dərəcədə pis isi gəlirdi. Bunu yəqin ki, çox az, bir də uşaq biraz böyüyəndən sonra istifadə eləyərəm. İlk 3 ay yox, çünki biraz güvən vermədi mənə. Amma belə ümumi pis deyil, yaxşı da deyil. Sədrəkdən parça almışam, sırf dəsmal üçün. O superdir. Belə bir şey almışam. Ana qucağı kimi, amma daha belə şey, uşağın öz amortizasiyası ilə hərəkət eləyir. Bundan daha çox belə wow keyfiyyətlidir deyə bilmərəm, amma keyfiyyətsiz də deyil, ortadır. Yəni fiyat performans ürünü türklər demiş, 30-35 manat civarındadır. Yəni yaxşıdır. Bizdə bunun sırf manuallarını tapa bilmədim də, yəni hamısı avtomat idi. Yəni özü hərəkət eləyən idi. Ona görə məcbur bunu aldım. Bizdə var idi həm manual, həm avtomat. Onları sevmədim. Onlar 90 manat idi. Deyəsən 70-ə gördüyüm yerlər də var idi.
Getdik. Çox istidir. Kondisionerimiz yoxdur. Deməli, birinci istilikdən danışmışkən, bunların amma deyəsən batareykası yoxdur. Birinci belə özümə ventilator almışam. Həm gündəlik elə harasa gedəndə istifadə eləməyə inşallah ki işləyər. Həm də xəstəxanada istifadə eləməyə. Çünki mən avqust ayında inşallah ana olacağam. İkinci, məstanıma daraq almışam. Bunun əslində arxası yazılı olanlar da var idi. Yazı yazdırırdın da, fərdiləşdirirdin. Amma onun niyəsə materialı mənə daha sərt kimi gəldi. Rəyləri falan oxudum. Bu isə yumuşaqdır. Bir də təbii keçi tükü olmalıdır, səhv eləmirəmsə. Belə qopmağı da 1-2 dənə çıxır, amma belə yaxşıdır. Yumuşaqdır, uşaq darağı. Belə termometr almışam. Bunu pisləyənlər də oldu, tərifləyənlər də oldu. Əslində uşaq vannası falan almışıq. Onların ayrıca uşağımıza nələr aldığımızın videosunu çəkəcəm. Amma indi sırf tema açılışı olduğu üçün bunu göstərirəm. Əslində vannamızın içində də termometr var idi. Sözüm yadımdan çıxır. Amma belə də bir dənə termometr aldım. Su üçün termometrdir. Görək düzgün işləyəcəkmi? İndi o vannanın termometri ilə müqayisə eləyəcəm. İndi yox, yəni haçansa. Hə, bunu dəhşət tərifləyirdilər. Bu uşaq üçün, otaq üçün termometrdir, saatdır. Bir də deyəsən nəmliyi göstərir. Otağın temperaturunu, nəmliyini və saatı göstərir. Bilirsiniz ki, nəmlik çox önəmlidir. Bir də belə işığı var. Hə, bunu çox tərifləyirdilər. Bunu da yoxlayıb şəkil əlavə eləyəcəm. İnşallah axşam yoldaşıma deyim, gələndə bunlara uyğun batareyalar alsın, yoxlayaq. Bizim uşaq otağımız yoxdur. Bizim evimiz çox balacadır. Ona görə uşağımız hələlik bizlə bir yerdə qalacaq və uşaq şkafı qoymağa da yer yoxdur ayrıca. Dedik, neyniyək və bizim öz şkafımızın bir belə polkasını fikirləşdik ki, hələlik uşağın geyimlərini yığaq. Mənim yerim daralır. Belə orqanayzerlər almışam. Belə pis deyil. Ölçüsü falan. Bir dəqiqə. Kənarları falan da qəşəng sərtdir, yəni. Belə gözləmirdim açıq. Çox qəşəngdir. Deməli, 2 dənə belə dördküncdür, balacadır. 2 dənə böyükdür, 2 dənə də belə orta. Ölçüləri onsuz da orada sifariş verəndə yazılıb. Bu da belə. Bundan çox razı qaldım. Hə, sonra elə onu göstərmişkən, qoy bunu da göstərim. Bunu əslində niyə almışam, özüm də bilmirəm. Fikirləşdim ki, həm şkafa qoya bilərəm, həm də əlavə burada güzgünün qarşısında falan da, orada uşağın nələrinsə, dərmanlarını falan da yığa bilərəm. Hə, belə bu da 4 dənə, belə üstü aycıqlı səbətdir. Bu amma digər kimi sərt gəlmir mənə. Ya birini açaq baxaq. Belə bir şey olur. Bu hissəsində belə düzəldirsən eyni qaydada. Belə səbət. Türk blogerlərin övə bitirmədiyi bir şey var. Keçə səbət. Bizdə də istifadə edirlər ondan. Uşağın pampersini, kremlərini, dərmanını falan, yəni gündəlik istifadə olunan şeyləri yığırsan onun içinə. Amma bir video gördüm və o video çox məntiqli gəldi. Bir qız deyirdi ki, bəs o tozlanır. Bizim evdə burada ağaclar, şam ağacları olduğu üçün çox tozlanma meyillidir. Ona görə həm də estetik baxımından ondan deyil də bundan sifariş verdim. Bax, belə videoda danışa-danışa şıqqıldadıram. Sonra deyirəm ki, ayda, burada səsim çıxır. Görəsən mikrofonu işləyir. Çox da belə hündür deyil. Yəni, təbii ki, orada ölçüsü yazılır. Adam həmin moment, yəni ölçü ilə tam olaraq tuta bilmirsən də. Bax, belə bir şeydir. Belə səbətdir. Mən amma bunu çox bəyəndim. Çox qəşəng görsənir, estetik görsənir. Hə, belə arxa hissəsində yazı yoxdur. İçərisi də baxın, belədir. İndi bura nələrsə yığanda təbii ki, o olacaq. Amma elə də wow, böyük deyil. Həm də o keçəli səbətin cibləri çoxdur. Bunda isə 3 cibi var.
Yadımdadır, hardasa hələ 9 il, 8 il bundan qabaq uşaqların yanına şey qoyurdular, telefon qoyurdular. Telefonda nə bilim ninni falan qoşurdular. Amma indi o mənə təbii ki, o vaxtı da sağlıqlı gəlmirdi. Ona görə telefonda musiqi qoşub həm telefonu ona zanit eləmək, həm də ki bilirsiniz, YouTube-da dəqiqədə reklam gəlir. YouTube Premium alacaq paramız yox. Nəysə, bütün bu faktorları nəzərə alaraq, tamam. Bütün bu faktorları nəzərə alaraq belə türklər şum deyirlər, ruslar daha doğrusu, belə səs şeyi aldım, səs aparatı. Bu deyəsən zaryadka qaynandı. Belə içindən gözlədiyimdən balacadır, amma çox qəşəngdir belə. Nə olar plastik olanda da bəzi şeylər var ki, baxırsan ki, o deyil də. Amma bunun bu rezin hissəsi falan da çox qəşəngdir. Buradan zaryadkaya qoymaq yeri var. Kilit düyməsi var. Kilit düyməsi niyədir bilmirəm. Çözəcəz. Onu yandırma yeri var. Xod alma, xod vermə yeri var. Yandıraq görə işləyir. İşləyir. Hə, baxın, ürək döyüntüsü. Sonra bu şum dedikləri budur. Bu da yağış səsidir. Prosta bunun hamısı səsini azaltmaq olur. Səsini artırmaq olur. Bunu çox bəyəndim. Ümid eləyirəm ki, yenə yaxşı işləyər, yəni davamlı olar. Bu hissədən də qısaldıb uzatmaq hissəsi var. Hə, bu da getdi. Bunları yığışdıracağam sonra. Sizdən sonra mənim xeyli işim var. Hə, bu nədir? Bunu niyə aldım? Bunu əslində aldım. Sonra getdim rayonda aldıqlarımı göstərəndə dayımın gəlininə. O dedi ki, bizim arabanın üstündə ondan var idi. Həmin an fikirləşdim ki, görəsən bizim də arabanın üstündə vardı. Çünki Toğrul deyir ki, bu nədir, gərəksiz şeylər almışsan. İndi bundan arabanın üstündə olsa Toğrul deyəcək ki, niyə gərəksiz şeylər almışsan? Amma Toğruldan sonradan üstündən bir xeyli keçən sonra dedim ki, Toğrul bizim arabanın üstündə belə şey vardı. Dedi ki, yox idi. Dedim, hə, yaxşı ki almışam. Belə, telefon qoymağa, bir də stəkan qoymağa. Bu hissəsini də çox bəyəndim. Yəni, orada var idi başqa cürələri. O çox da xoşuma gəlməmişdi. Bu daha dayanıqlı kimi gəlir mənə. Amma bilmirəm necə eləyirlər. Hə, belə eləyib, taxırsan bu hissəni arabanın qulpuna. Bura uşağın soskasını da qoymaq olar. Özün kofe falan içəndə, çay falan içəndə də qoymaq olar. Su qabını da qoymaq olar. Görün, bu butulkalar olur. Özdəki, baxın, bu hissəsində belə şeylər var. Misal üçün, bu butulka balaca, bu stəkan qabına balacadır da. Amma belə eləyəndə oturur da tam. Yəni, lık elə getməyəcək. Burada telefon yeridir. Bunu bəyəndim. Material da belə şey deyil də, yəni. Özünüz bildiniz. Elə deyil. Yaxşıdır. Bunu da arabaya nə deyirlər? Milçəkdən, cücücüdən, ağcaqanaddan qorunmaq üçün belə bir şey almışam. Təbii ki, yay bəbəsi olacağımız üçün ilk başlar çox çölə çıxmasaq da istifadə eləyəcəyik. Bu bəbə əmzirmə şeyidir. Burasında belə abadok kimi bir şey var ki, buradan uşağı görə biləsən. Belə uşağa baxırsan. Çöldə uşağı əmizdirəndə yaxşı bir şeydir. Biraz qoxusu pis gəlir. Bunların hamısını yumaq lazımdır. Bu arada müslindir və çox yumuşaqdır. O hissəsini danışa bilmirəm. O hissəsini sevdim. Kapitalizmin qurbanı ola bilərik. Bunu sırf estetik görüntü baxımından sevdim deyə bunu seçdim. Başqa cürələri də var idi. Mişqalı, nə bilim belə şeylər. Amma bu çox estetik görünür. Belə də var. Bu alt dəyişdirmə nə deyirlər? Örtüsüdür. Belə. Bu hissəsinə hətta pampers falan da qoyub harasa apara bilərsiniz. Ay, bu nə şirindir. Uşağa elə çox oyuncaq almamışam. Hətta demək olar ki, heç bir oyuncaq almamışam da. Bizə dənə bunu almışam. Bu belə. Səsi gəlir.
Hə, qulaqları cırt-cırtlıdır. Burası dartılır, burası da rezindir. Uşaq yəni ağzına sala bilər. Yəni, bu zəka kartlarıdır. Son devirlər bəlkə də 1-2 ildir dəbdədir. Burasında da yazılıbdır, baxın, 03 36 68 816 yazılıb. 03 ay 15 gün, doğulandan 15 gün sonra siz misal üçün 30 gündə eləyə bilərsiniz. Artıq bunu olar eləmək. Uşaqdan 20-38 sm məsafədə qoyursunuz və uşaq ona baxır, fokuslanır. Belə. Hər iki yüzü də belə şəkillidir. Din. O Rəcəbdə deyir, kan görüyorum hocam, vaşit görüyorum. İndi onun kimi bir xeyli kartdır. Özü də çox ucuz almışam. Əlavə eləyəcəm hər bir şeyini və çox səliqəli formada gəlib. Çox sevdim. Bunun davamını da inşallah ki alacağam. Bunlar nədir? Bunları açmayacağam əslində. İçində belə lentası, sonra üfürcəyi belə. Bir də bu şarlardır. Bunun şəklini buradan bir yerdən yerləşdirəcəm. Baby, welcome baby. Belə bir şeydir. Çox bəyəndim. Sonra gələcəkdə welcome yox, amma babydən ayrılıqda da istifadə eləmək olar. Bundan ümidim yox idi açığı. Bu slingdir. Uşağa aid son iki şey göstərəcəm. Biri budur. Bunun materialından tam əmin deyiləm. İndi baxacağıq. İçərisində bir dənə belə papağı gəlir. Bu müasir bələkdir. Bilirsiniz də, yenə burada mən də bir deyim. Uşağın ayağını belə dimdik bələyirlər. Olmaz elə. Uşağın ayağı biraz belə olur. Və belə qalmalıdır. Sonra zamanla yeridikcə o düzəlir. Yerinə oturur. Bizimkilər dimdik bəliyirdilər uşağı. Bu, yəni çanağı sıxmaq düzgün deyil. Amma ki, təzə doğulan uşaq əllərini falan tanımadığı üçün onun əllərini sarmaq olar. Və belə bir şey almışam. Belə bir şeydir. Uşağın ayaqlarını bura taxırsınız, uşağı geyindirirsiniz bura. Burada cırt-cırtları var. Belə bir şey olur. Belə. Amma çox balacadır deyim ki. Bu lap təzə doğulan uşaq üçündür. Papağı da var. Deyim ki, materialı yox, pis deyil. Pis deyil. Əksinə çox qəşəngdir deyərdim. Xəstəxana çıxışı üçün heç nə tapmıram. Gic-gic şeylər, nə bilim, burada bantikli, kostyumlu zaddır. Bunu sifariş vermişəm. Hello baby. Hello world. Uşaq avqustda doğulacaq. Bilmirəm bunu body ilə, uzun qol body ilə. Çünki mamam deyir ki, təzə doğulan uşaqdır, onun əlləri və ayaqları açıq qalmalı deyil. Fikirləşirəm, ayağı qalsa da olar, amma o şeylə razıyam ki, əlləri mütləq, çünki belə lüt bədənə geyindirmək bunu düzgün deyil də təzə doğulan uşağa. Çünki uşaq ananın qarnında temperaturu istidir və çıxır çölə istər-istəməz. Yəni çox isti geyindirməyin də tərəfdar deyiləm, amma yəni belə də siz məni başa düşdünüz. Belə bir Hello World, belə bir şey almışam. Düşünürəm ki, elə xəstəxanadan çıxanda bunu geyindirərəm. Yun toxunma deyil, amma belə də, yəni orta. Amma ehtiyat üçün başqa nəsil almalıyam. Çox isti olsa artıq bunu geyindirməyəcəm. Bunu sonralar geyindirib şəklini falan çəkərəm. Hava biraz sərin olanda. Gəldi nə? Gəldi xəstəxanada özüm üçün aldığım şeylər. Xəstəxanaya aparmağa. Birincisi bu. Bunu bir Rus blogerin səhifəsində görmüşdüm. Təəssüf ki, xəstəxana tualetlərini və ümumiyyətlə digər tualetləri pis günə qoyurlar. Mən də hər dəfə oranı siləndə deyinirəm. Sonradan belə bir şey gördüm və fikirləşdim ki, belə bir şey görməyənə, yəni bu məlum bir şeydir, bildiyimiz bir şeydir. Amma gördüm ki, qız xəstəxanaya aparıbdı bundan və dedim, niyə də yox? Əslində yaxşı fikirdir belə. Ayaq yolu üçün belə kağızlar sərirsiniz unitazın üstünə. Bəziləri deyir ki, xəstəxanaya heç nə aparma. Tamam, abartmaq da lazım deyil, razıyam. Amma belə deyim də, təsəvvür eləyin, getdim. Mənə orada nəsə lazım oldu.
Bir də zəng vururam evdən. Hə, falan şeyi gətirin və yaxud da nəyə görə mən orada gedib qalmalıyam pis vəziyyətdə. Aparım, qoy. Lazım olmayacaq, gətirəcəm evə də. Yəni ikinci aldığım şey xəstəxana üçün budur. Bundan bu arada bizdə aptekdə də görmüşəm. Özdə deyəsən Philips Aventin idi. Oradan da ala bilərsiniz. Özdə qiyməti münasib idi. Aloe'da Aloe Plus kartı ilə 6 manat olmalıydı. 6.30-a. Bu xanımlar, keyfiyyəti çox yaxşıdır bu arada, bəyəndim. Su, yarım litr su tutur. Belə elədiniz. İlk başlar qadın doğumdan çıxanda belə başa düşürəm ki, təbii ki, doğum etməmiş biri olaraq, ancaq təəssüratlarımı kimdən deyə bilərəm. Yuyunmaq çətin olur. Bu isə sırf xəstəxanadan çıxanda, xüsusilə əməliyyat olunmuş qadınlar üçün məncə daha rahat olar. Belə mənim kosmetika çantam yoxdur. Belə bir şirinci kosmetika çantası aldım ki, çıxış üçün çıxanda xəstəxanadan inşallah bəzənməyə özüm üçün kiçik də olsa bir şeylər aparım belə və bunun rəngləri falan çox xoşuma gəldi. Çox kreativ görsənir. İçərisi də çox qəşəngdir belə. İçərisi əslində daha belə şey material olsaydı, necə deyim, klyonka kimi material daha yaxşı olardı, amma eybi yox. Deməli, belə zibil qabı sifariş vermişəm. Bu nədir? Bu biraz kapitalizmin tələsidir. Doğru deyir, kapitalizmə sən uymusan, belə şeylər alırsan. Ağzını açmayayım, indi qırılıb eləyər. Bu elektron. Belə zibil qabıdır. Bunun da videosunu sonradan yerləşdirəcəm. Aha. Belə, ümid edirəm ki, videom sizin üçün yararlı olmuşdur. Videomu bəyəndinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Ümid edirəm ki, daha çox videolar çəkəcəm. İnanırsınız, özümün keçmiş videolarıma baxıram, deyirəm ki, Allahım, niyə davam eləməmişəm bu işi? Çünki yəni heç kim baxmasa belə, son videolarıma 250 falan baxış gəlsə belə, bu özüm üçün bir xatirədir və açıb baxanda çox nostaljik duyğularla yüklənirəm. Nəysə, növbəti videolarda görüşənə qədər hələlik.